Mən sigaret çəkən, araq içən bir adam idim. Moskva şəhərində yaşayırdım. Bir gün zəng elədilər ki, dur Bakıya gəl. Dedim, xeyir demirlər, Bakıya gəl. Durdum, gəldim Bakıya. Bakıya gələndə mənə bir dənə hədiyyə ev verdilər. Hədiyyə ev verdilər. Mən dedim ki, mənim pulum yoxdur, da pul istəmirsən. Bu ev mənə hədiyyə olundu. Və bir gün yoldaşımla evə yığıldıq, getdik evi sənədləşdirdik mənim adıma. Və bir gün evdə kravatın altından bir Bibliya kitabı tapdıq. Yoldaşıma baxdı, mən baxdım. Yoldaşım dedi ki, ver tulluyum zibil qabına. Mən dedim ki, xeyr, qoy pəncərənin qabağına. Lazım olar, urusları görərik, urusların kitabıdır. Görərik, verərik onlara, oxuyarlar. Və bu kitab elə qaldı evdə. Bir müddət keçəndən sonra, bir il keçəndən sonra Bazımgil gəlmişdi, Rusiyada yaşayırdılar, Yaroslavl şəhərində, Rusiyanın. Onlar Məsih haqqında mənə şahidçilik etdilər. Mən inanmadım, yenə mən içirdim, çəkirdim, ailəmlə hər gün dalaşırdım, evdə yumruğumla işlər görürdüm, hərəkət edirdim. Allahdan başqa, yoldaşımdan başqa hamının xoşuna gəlirdim. Çünki içirdim, çəkirdim, bu dünya da içir, çəkir. Mən də onlardan bir yerdə bu yolu gedirdim. Və bir gün yeznəm iclasa dəvət olundu. Yeznəm olmadığı üçün bacım məndən xahiş etdi ki, mən iclasa gəlim. Mən iclasa gəldim, axşamdan çox içmişdim, səhər də başım ağrıyordu. Durdum, iclasa gəldim, bir 5 dəqiqə dayandım, sonra getmək istədim. Nəsə bir qüvvə mənə dedi ki, dayan. Mən dayandım, sonra dedim, çıxın bir sigaret çəkim. Yenə bir qüvvə dedi ki, yox, dayan. Dayandım, bir də xəbərim olmadı, bir də gördüm ki, çıxmışam qarşılayım və insanlar mənim üçün dua edir. Bilmirəm, o an nə tər oldu, bir də onu da gördüm ki, mən bir yüngüllüyə düşmüşəm. Elə bir məndə olan bir ağır beton, bir hava şəklində çıxdı məndən. Özümü çox yüngül və sadə hiss etməyə başladım və axşam evə getdim. Axşam evə getdim, evdə də yoldaşımla danışmırıq. Həmişə hər axşam oturub içdiyimiz qonşum öz yoldaşı ilə bizə gəldi. Bizə gələndə dedi ki, araq lazım, alıb içmək lazım olanda. Mən qonşudan dedim ki, araq içəsən. O da mənə dedi ki, deyəsən sənin başın xarab olub. Araq içəsən nədir? Biz hər gün araq içmirik. Araq al. Dedim, yox, mən içməyəcəm. Dedi, yox, həqiqətən sənin başın xarab olub. Dedim, yox, istəyirsən balaca araq alaq, mən içməyəcəm. Belə oldu, mən o qonaq üçün balaca araq aldım. O qonaq içdi, o arağı getdi. Bununla da mənim həyatımda arağa son qoyuldu. Bu hadisəni mənim yoldaşım görüb. Amma mən bu evə belə xilas olub gələnə qədər görün yoldaşım nə hadisələr baş verir. O gündən əvvəl istəyirəm ki, əvvəlcə mən də öz həyatımız haqqında danışım. Biz yoldaşımla bir-birimizi sevərək evlənmişdik. Evlilikdə də bizim şərtlərimiz tamamilə başqa şərtlər qoymuşduq ki, həyatda ölənə qədər bir-birimizlə yaxşı gündə, pis gündə bir yerdə olacaq. Lakin demək olar ki, yarı yolda qoymuşdu məni, mən belə deyərdim onu. İçməyə başladı. 5 il çox yaxşı ailə həyatımız keçdi. 5 ildən sonra tamamilə dəyişdi, içkiyə qurşandı. Evdə söz-söhbətlər oldu. Zaman-zaman məni döydükləri də oldu. Heç bir sözdən, heç bir səbəb olmadan məni döyməyə başlayırdı. İçirdi. Mən bilirdim ki, özü həqiqətən həyatda çox yaxşı insandır. Bilirdim məni sevir. Ancaq içirdi, tamam başqa adam olurdu. Elə oldu ki, düzü mən çəkilməz idi, həyatım çox çəkilməz idi. 2 uşağımız var idi. Uşaqların xətrinə hər şeyə dözürdüm. Mənim çəkdiyim əzabları o bilmirdi. Yaxınlarım bilirdi, bəzən deyirdim, bəzən gizlədirdim hamıdan. Elə mərhələyə gəldi ki, son mərhələdə mən daha dözə bilmirdim. Təhqirlərinə dözə bilmirdim. Anasına dedim ki, mən dözə bilmirəm. O deyirdi, mən bacarmıram. Sən də seçimi sənə verirəm, necə istəyirsən de. Çıxış yolum yox idi. Mən elə bir yerə gəlib çatdım ki, öz yaxınlarıma dedim, heç kəs mənə qulaq asmırdı. Qulaq asmaq yox, yaxın duran yox idi mənə. 2 uşaqla məni qəbul etmirdilər. Deyirdilər, uşaqları qoy özün gəl. Uşaqlarından keçə bilmirdim. Qalmışdım tamamilə çıxılmaz vəziyyətdə. Elə oldu ki, ancaq özümlə, ürəyimlə danışırdım. Elə oldu ki, mən şükürlər olsun, bilmədim, tamamilə ağlımı itirmişdim demək olar ki, ancaq çıxış yolunu özümü öldürməkdə görürdüm, intihar etməkdə görürdüm. Uşaqları fikirləşirdim. Sonra mən sənin yoldaşımın bacısı Rusiyada yaşayır.
Mən onunla telefon əlaqəsi saxladım və ona dedim ki, mən uşaqları sənə tapşırmaq istəyirəm. O mənə telefonda çox yalvardı. 2 gün məni gözlə, mən sənə böyük bir şey gətirirəm. Mən ona dedim ki, heç bir var dövlət bunu qarşısına ala bilməz. O mənim üçün hədiyyə mən nəzərdə tutdum. Mən bilmirdim o nəyi deyir. Dedi 2 gün, artıq yox, 2 gün məni gözlə. Mən amma qərarımda çox qəti idim. İntihara yollar fikirləşirdim. Necə rahat ölə bilərəm? Hansı yolları seçim ki, rahat ölüm? Elə oldu ki, mən düz evimizin qarşısında bir ağac var idi, tənha bir ağac. Ətrafı səhralıq idi. Uzaqdan hardasa bizim evdən 50 metr aralıdaydı. Mən hər gün ağaca baxıb ağlayırdım. Bir gün o ağacı bir budağını seçmişdim özüm çünki. Mən oradan gedib kəndirlə özümü asa bilərəm, asaram. Daha rahatı budur. Oldu ki, axşamı gözlədim ki, səhər açılsın. Həmən günü yoldaşım içkili gəldi, yenə həmən şey. Yenə getdim ki, son dəfə onunla danışım. Oturdum qarşısına. O mənə dedi ki, mən başqa sənə heç nə verə bilmərəm. Çox qürurla, təhqir edici. Mənə dedim, mən beləyəm, heç vaxt düzəlməyəcəm. Özün bilərsən. İstəyir, dözürsən, otur, dözmürsən. Mən dedim, mən özümü öldürəcəm. O məni çox istehzayla gülərək dedi. Öldürsəydin, indiyə qədər öldürərdim. Bu söz tamamilə mən bilirəm, o şeytan idi. İnanıram ki, o şeytan idi. Onun sifətində mən özümə qarşı çox böyük nifrət gördüm. Qərarı aldım ki, yox, özümü öldürməliyəm. Səhər, axşam oldu, gecə saat 12 idi. Mən uşaqları hazırladım, onları yatmağa qoymuşdum. Uşaqlarla vidalaşdım. Saat 3'ü gözlüyordum ki 3-4 arası olsun ki heç kəs olmasın, görməsinlər. Hər şeyi hazırlamışdım. Uyğun geyimlər də seçmişdim ki özümü asan zaman nətər olar. İnana bilmərəm, düzgünün qarşısına keçdim son dəfə. Düzgün qarşısına keçib özümlə danışmağa başladım. Gördüm, yox bu tamam mən deyiləm. Həqiqətən gözlərimdən tamam başqa bir insana oxşatdım. Mən bilirəm ki o şeytan idi. Gördüm mən şeytanı öz gözlərimdə. Dedim özümü öldürəcəm. Uşaqlarla vidalaşdım. Tamamilə yatmış vəziyyətdə idilər. Və gəldim ki özümü çıxım qapıdan. Mən qapıdan çıxan anlarda güzgüyə son dəfə belə güzgüyə baxdım. Düzgün iş görürəm. Başqa çıxış yolum varmı? Gördüm, yox, başqa çıxış yolum yoxdur. Çünki axırıncı dəfə Eşən mənə dedi ki, mən sənə heç nə verə bilməyəcəm həyatda. Özün öz yolunu seç. Güzgüyə baxdığım anda mən hiss eləmədən çiynimdə bir əl hiss etdim. Hansı bir əl ki, baxdım balaca oğlum idi. Uşaq çox ağlayırdı. Onun heç nədən xəbər yox idi. Mən indi onun üstünü örtüb gəlmişdim, o yuxudaydı. Amma bilmədim o necə oldu ki, gəlib çiynimdən belə vurdu. Mənim bərk qucaqladı və ana sən həyatda olmasan mən yaşaya bilmərəm. Onun 11 yaşı var idi onda. Mən uşağın göz yaşlarına dayana bilmədim o sözləri. Çünki mən onunla əvvəlcə özüm uşaqlıqdan elə mən həmin yaşımda mən anasız qalmışdım. Anasızlığı bilirdim, çəkmişdim o şeyləri. Uşağın göz yaşlarına dayana bilmədim. Bir an öz həyatım gözümün qabağına gəldi, özümün çəkdiklərim gəldi. Sonra həyatım gəldi. Bəzən də Tanrıya qarşı üsyan eləməyə başladım. Bu anki Tanrı, mən bu həyatı yaşamışdım. Mənim uşaqlarıma yaşatma. Elə oldu, mən uşağı yatırtmaq üçün gəldim ki, yenidən qayıdaram. Və onun yanına uzandım ki, yatızdırım onu. Bu anda yuxu məni aparıb, necə olsa tamamilə başqa bir dünyaya düşdüm. Gözlərim ayıq, açıq idim, ancaq tamam başqa bir yerdəydim. Elə bir kimsə məni sıxır, əlləri ilə belə tuturdu ki, mən heç yana tərpənməyim. Qalxmaq istəyirəm, dura bilmirəm. Tanrım bugündən şükür edirəm. Oldu, axşam yatdım, durdum, səhər açılıb, maşınlar başlayır işləməyə, insanlar işə gedir. Ağacın altında insanlar var, mən ucu ağaca gedə bilmirdim ki, məni qarşı çıxarlar da. Biz həmin anda küsülü idik yoldaşımla. O durub getdi. Bilirdim, axşam yenə gələcək içkili.
qonaqlarımız gəldi, hansı ki qonşularımız, yoldaşım deyən. Onlar gəlirdilər ki, tez-tez ki, içsinlər, yeyib içsinlər. Mən onlar üçün yemək hazırladım. Bilirdim həmən şeylər yenə təkrar olunacaq. Onlar gedəndən sonra yenə dava. Ancaq yox, tamam başqa bir şey oldu. Yoldaşım işdən qayıtdı, mən tanımadım onu. Rəngi ağ idi, tamam başqa bir adam olmuşdu. Elə qonaqlar oradayken gözünü məndən çəkmir, ancaq özümə baxır. Və gəldi mən əllərimdən tutub mənə Gülistan, həyatımız dəyişdi deyir. Mən dedim, yox, inanmıram. Mən bilirdim ki, bunlar çox olmuşdu. Mən yenə ürəyimdə deyirdim ki, yenə bu növbəti bir yalandır. Mən dedim, hə, oldu. Onların yanında bildirmədim biz küsur olmağımızı. İçmədi, araq gəldi, möcüzə idi. İnana bilmirdim. Dedim, yəqin bir günlük mənimlə barışmaq üçün belə eləyir. İçmədi, bu mənə danışır, mən belə bir yerə getdim, nədir? Məndə gülüş doğururdu o sözlər. Qulaq asırdım hörmət xatirinə, ancaq inana bilmirdim. Elə oldu, qonaqlar getdi. Gecə mən gördüm, o dua eləyir. Tanrı dizlərini qoyub yerə başlayır dua eləməyə. Uşaqlar da istəyirlər mən onunla barışım. Ona görürsən, hər şeyi atıbdır. Barışın. Dedim, yox, inana bilmərəm. Səhərə qədər yatmadı. Dua eləyirdi, danışırdı. Elə oldu ki, o gəlməyə davam etdim. Məbədə gəlirdi. Mən hiss edirdim ki, o harasa gedir, ancaq deyir, mən səni də bir yerə aparacam. Mən qərar vermişdim ki, yox, getməyəcəm. Artıq ürəyimdə bu fikir beynimdən çıxmışdı, ancaq bacısını gözləyirdim ki, bacısı gəlsin, uşaqlar da haqqında ondan danışım, görüm uşaqlara sahib durur. Bacısı gəldi, başladı mənə İsa haqqında danışmağa. O mənə danışırdı, mən bilmirəm bu nə idi, mən əsirdim, titrədirdim. O dedi, mən sənə bunu gətirmişəm, sənə müjdə gətirmişəm. Sənin həyatını dəyişəcək müjdə gətirmişəm. İnana bilmərsə, hər şey yadımdan çıxdı, ancaq bütün problemlər yadımdan çıxdı, tamamilə bağlandım. Qulaq astım, çox dəqiq qulaq astım. O dedi, gəl sənə dua eləyək. Əllərimdən tutdu və birlikdə dua elədik. Hansı ki, o duanı tövbə duası, İsa mənim həyatıma gəl. Mən o anı hiss etdim, İsa mənim həyatıma gəl deyəndə bütün tamamilə doldum. Dəvət etdim İsa'nın həyatıma. Mən inanıram, o andan mənim həyatım dəyişdi. İsa məni çağırdım və gəldi. Tövsiyəm odur ki, çağırın, İsa'nı həyatınıza çağırın. İsa mütləq gələcək. Həyatım dəyişdi. İçmədi, evdə tamam söyüş olmadı. Başqa bir adam oldu. Əvvəlki hansı ki, mənim sevdiyim insan geri qayıtmışdı. Bəli. Həyatımız dəyişdi. Biz yenə Bu yaş sevinç yaşadı. Bu azadlıq yaşadı. Bu azadlıq puldan alınmır. Bu azadlığın türklər demiş, yoxdur bədəli. Bu azadlıq bazarda yoxdur. Bu azadlıq heç bir brilyanta, heç bir qızıla alınmır. Çünki İsa özü demişdir. İsa demiş ki, yol, həyat və həqiqət mənəm. Bu yoldan bizi artıq heç bir kəs, bu həqiqəti bizdən heç bir kəs ala bilməz. Bu həyatı bizdən heç bir kəs ala bilməz. Təqiblər oldu, qovumlarım tərəfindən, inananlar oldu, inanmayanlar oldu, lağa qoyub gülənlər oldu, Hristiyan olmuşsan, dini satmışsan deyənlər oldu, xoş qəbul eləyənlər oldu, cürbəcür insanlar var bu dünyada, bilirsiniz həmiz. Amma Allah bir cürdür və o sizi bu günlərim xilasa dəvət edir. Çünki Tanrıya gedən, Allaha gedən yol bir İsadır. Çünki yeganə, bu torpaq üzərində ayağını basan yeganə İsadır ki, Allahı görmüşdür. Ondan başqa heç kim Allahı görməmişdir. Ona görə qardaşlar, bacılar, bu sevgi ilə dolmaq istəyirsinizsə, İsa Məsihi həyatınıza dəvət edin.
Çünki sizin bağınıza, bağbana icazə verməsəniz, o heç vaxt sizin bağınıza girə bilməz. Amma siz bağbana icazə verəndə, o bağa girər, bağda olan bütün ağacın qurumuş budaqlarını kəsər, otu təmizləyər, bağı səliqə səhmana salar. Və bizim də həyat bağbanımız Allahdır. Və biz ona ancaq İsa Məsih vasitəsilə yaxınlaşa bilərik. Və biz icazə versək, əsasən də siz bir gün icazə versəniz ki, Tanrı sizin həyatınıza gəlsin. Bağban sizin, həyat bağban olan Allah sizin həyatınıza gəlsin. İlk dəfə bağban, həyat bağbanı mənim həyatıma girəndə birinci sigareti kəsdi. Sonra içkini kəsdi. Sonra söyüşü kəsdi. Paxıllığı, kini, yavaş-yavaş bütün məndə olan pis ağaçları kəsdi. İndi bir dünyanın hər bir yerinə getməyə, Məsih üçün hazıram. Və bütün az bir rayonlarda artıq məni tanımırlar. Hər bir rayona gedirəm və İsa Məsih haqqında xoş müjdəni onlara danışıram. İsanı dua edib qəbul edənlər hamısı hər an azad olur və xoşbəxtliyə baş vururlar. İndi sizə qardaşlar, mən bir özüm şahidçilik kimi biri şahid olaraq sizə deyirəm, İsa qoyun həyatınıza gəlsin. Çünki həyat, həqiqət və yol ancaq odur. Başqa yol, bu yoldan başqa çıxış yoxdur. Bu həyatdan başqa çıxış yolu yoxdur. Tanrıya gedən yol bir dənədir. O da İsa Məsihdir. Əgər istəyirsinizsə, məndə olan sevgini, mənim yoldaşımda, mənim ailəmdə olan sevgini, 2 uşağımız var, xoşbəxtdir. İsa bizi azad buraxır. İsa heç zaman bizi öz həyatımıza bizə gələndən sonra o bizi qul etmədi, o bizi azad buraxdı. O bizi bütün pisliklərdən azad edərək sonra yenə azad buraxdı. İndi azadıq, indi sevgi dolu, sevgi ilə doluyum, onun sevgisi ilə. Ailəmizə qarşı, insanlara qarşı bilmirik kim nədir, paxıllıq nədir, daldan danışmaq nədir, qeybət nədir, başa düşə bilmirik. Çünki o hissləri, o fikirləri, o yazıları Tanrı artıq bizim həyatımızdan silmişdir. Ona görə də əgər istəyirsinizsə, İsa Məsih sizin həyatınıza gəlsin, mənim ardımca bu duanı təkrar edin. Uca Tanrım, səni çağırıram, səni həyatıma dəvət edirəm. Mən bilirəm ki, günahkaram, bağışla mənim günahlarımı, əfv et məni. Mən bilirəm ki, sən mənim günahlarım üçün öldün və 3 gündən sonra dirildin. İndi mənim həyatıma gəl, mənim Allahım ol, məni öz əllərinə götür. Məni bu dünyanın çətinliyindən, bu dünyanın qayğılarından azad et. Yeganə azad edə bilən Allah, diri Allah, İbrahimin, İshakın, Yaqubun Allahı, İsrailin Allahı və mənim Allahım sənsin. Minnətdaram sənə, çox sağ ol İsa. Amin. İndi qarşınızda inanılmaz bir sizə şəhadət edəcəm. Hansı ki içən, hansı ki başqa bir insan olan eşəm, yoldaşım. Demək olar ki, bütün insanlara şəfa verir İsa'nın ismi ilə. Əl qoyaraq dua edir və şəfa alır insanlar. İnsanlar şəfa alırlar. Necə ki, Mark 16-15'də yazmışdır. Bəli, çox insanlar sağalıb. Ağdaş rayonunda rakdan sağalan var 2 nəfər. Şəkərdən sağalan var, Ucarda var, Göyçayda var, Lənkəranda var, Azərbaycanın az rayonunda, Goranboyda var, Naftalanda var, Gəncədə var, Azərbaycanın az rayonunda. Çünki İsa özü öz kəlamında demişdir, əl qoyacaqsınız insanlara, dua edəcəksiniz və onlar şəfa alacaqlar. O mən deyiləm, o İsa Məsihdir, hansı ki məndə yaşayır. Mən də onun sözünə güvənirəm. Ona görə bugün məni heç bir qüvvə, heç bir kəs bu gücdən, bu qüvvədən ayıra bilməz. İsa Rəbdir. Hamı dedi, amin, amin. Bir günlərim yenə xoş müjdəni yaymağa rayonlara gedirdim. Bir bacı dedi ki, məni də apar, mən İsmailli rayonuna getməliyəm. Elə oldu ki, mən də Şamaxıdan Ağdaş tərəfə, Göyçay, Ağdaş, Naftalan, Mingəçevir rayonlarına getməliydim.
Muğanlıya çatanda yağış yağırdı. Mən bu qadını orada düşürdə bilmədim. Çünki həm yağış yağır, həm də avtobus yox idi. Taksidən soruşdum, dedi 15 manat. Özü pul da az idi. Oldu ki, bu xanımın mən aparası oldum İsmailiyə də. Başqa çıxış yolu yox idi. Mən xanımı aparıb İsmailiyə düşürdəndə, şimdi sağollaşıb xanımla aralarında başqa bir xanım yaxınlaşdı mənə, tutdu əlimdən, dedi ki, yox, biz səni buraxmayacağıq. Dedi ki, yox, biz başqa yerə getməliyik, bizi gözləyirlər. Dedi, yox, biz sizi bir ildir burada gözləyirik. Burada xəstə adam var, ona dua olunmalıdır. O deyir, xəstə adam var, Tanrı deyib, xəstələrə əl qoyun, dua edin, onlar şəfa alacaqlar. Və biz gəldik orada bir nəfərin evinə və orada onun yoldaşı başladı mənə danışmaq ki, məndə ağrılar var, daxilimdə ağrılar var. Yoldaşının yanında, o bacı və qardaşlarımızın yanında o mənə danışdı. Sonra məni o birisi otağa çəkib dedi ki, mən utanıram deməyə. Məndə hepatit B var. Təzə tapıblar bu virusu mənim qanımda. İndi mənim atam, anam, bacım, qardaşım, bütün qovma-qrəbə hamısı bizdən qaçırlar. Ki, qorxurlar ki, o xəstəliyə onlar da yoluxa bilərlər. O virus onlara keçə bilər. Mən bunu sizə gizlin deyirəm ki, bunun üçün ayrı dua edəsiniz. Dedim, oldu. Biz yana çıxdıq, gəlib, o birlikdə olan, hamımızdan birlikdə olacağımız otağa və mən orada dua etdim. Biz orada dua etdik, dua edəndə bazıdır ki, mən nəsə bir azadlıq hiss etdim daxilimdə, içində. Dedim, bu Tanrıdır ki, sənə toxundu. Və biz getdik, sonra Ağdaşa, orada Mingəçöyrə, Naftala, gedib bütün çox rayonları gəzib, qayıtdıq. Və həftənin, bu olmuşdu həftənin 5-ci günü. Birinci günü həmən qadın abeddən sonra mənə zəng edirdi ki, Şən qardaş, deyirəm, bəli. Mən analiz almışam, analizlərim tərtəmizdir. Həkimlər inanmır, məni 2-ci balnisaya göndəriblər Qəbələ rayonuna. Ki, get Qəbələdə yoxla, burada aparat səhvdir. Qəbələdə də getmişəm, orada da analizlərim tərtəmiz göstərir. Rəbb mənə şəfa vermişdi. Çünki qardaşlar, mən bu sözü arxalanmışdım. Mən başqa heç nə etməmişdim. Mən kimsə deyiləm ki, mən şəfa verim. Mən şəfa verən deyiləm. Mən sadəcə Tanrının əlində bir əhdacam. Çünki Tanrı demişdi, iman edənləri isə bu əlamətlər müşahidət edəcəkdir. Mənim adımla cinləri çıxaracaqlar, yeni dillərdə danışacaqlar, ilanları qaldıracaqlar, öldürücü bir zəhər içsələr, onlara zərər olmayacaq. Burada ən güclü nöqtə indidir ki, xəstələr üzərinə əllərini qoyacaqlar və onlar sağalacaqlar. Sadəcə İsa Məsihi Rəbbi kimi qəbul edən hər bir insan xəstəliyin dozasına baxmayaraq yuxarıya aşağı əlini kimin üzərinə qoyub imanla ona dua etsə, həmən insanlar şəfa alacaqlar. Bunu mən demirəm, bunu kəlam deyir. Bunu Tanrının göndərdiyi kitab deyir. Bunu Tanrının özü deyir. Tanrının göndərdiyi söz bunu təsdiq edir. Mən minnətdaram sizə. Çox sağ olun. Həqiqətən mən inanıram ki, İsa Məsihin ismi ilə yoldaşım insanlara şəfa verir. Bir şahid deyiləm mən özüm. Demək olar ki, biz İsa'ya gəlməmişdən qabaq mənim bu hissələrimdə, qarın nahiyələrimdə çox küt ağrılar olurdu. Ağrılar hiss edirdim. Yoldaşım da bilirdi, dəfələrlə həkimdə olmuşduq. Ağrılar keçib getmək bilmirdi. Bir gün dua eləyirdik, o mənə deyir, sən niyə mənlə demirsən, mən sənin üçün dua eləyim, istə məndən mən sənin. Dedim, mən istəyirəm sağalmaq, İsa, mən sağalmaq istəyirəm. Dua etdik birlikdə və kəskin surətdə yoldaşım bu anda mən özüm gözləmədən, əli ilə kəskin mənə çox küt vurdu məni. Bu ağrı ilə də demək olar ki, tamam getdi. Elə orada nə ağrıyırdı, o ağrı oldu. Ondan sonra demək olar ki, heç vaxt ağrımamışam. Demək olar ondan 3 il keçir. Minnətdaram İsa'ya. Rəbb şəfa verəndir. Amin. Rəbb şəfa verəndir. Mənim bir yaxın qohumum var, uzaq köydə yaşayır, kənd yerində yaşayır. Bir gün ona dəymək üçün gedirdi yoldaşım. Ki, xəstəyə dəymək, ziyarət etmək üçün gedirdi. Gedib onlara çatıb, onlar başlayıb qonaq eləyiblər, çay veriblər, yemək yeyiblər. Bu anda demək olar o insan bir həftə imiş, heç kəslə danışmır, su içmir, yemək yemir, çox ağır xəstədir. Gözləyirlər ki, yəqin ki, ölər də, belə gözləyirdilər ki, ölməyini gözləyirdilər. Yoldaşım ora çatıb, o deyib, istəyirsən mən sənə dua eləyim İsa'nın ismi ilə. Deyib, elə.
oğluna demişdin də, sən ki istəyirsən atan üçün dua eləyim deyib eləyərsən, hə eləyərsən, amma tam deməmişdilər də, inanmadan demişdilər eləyərsən belə. Bu anda atası durub dua eləyəndən sonra Xasoydan deyirdim. Dua eləyəndən sonra durub axtarıb eşəni deyir. Bir otağa girəndə, mən xəstə mənə başını qaldırdı, dedi ki, sən niyə gecikirsən? Deyəndə uşaqları qayət dedi ki, ata, sən bu oğlanı tanımırsan, sən niyə belə deyirsən ki, gecikirsən? Birinci dəfə idi gördüm. Dedi, yox. O uşaqların yanında dedi ki, Allah mənə 3 gün bundan qabaq deyib ki, adam gəlir sənin yana, o sənin üçün dua eləyəcək və sən duracaqsan, sən ölməyəcəksən. Onda uşaqları dedilər ki, ay aman saçlarını tutub qışqırdılar. Çünki dedi ki, 3 gün bundan qabaq Tanrı mənə demişdi ki, adam var, gəlir sənə dua edəcək. O adam bu gün sağdır, o adam bu gün insanlara şəhadət eləyir, o adam insanlara bu haqda danışır, bu haqda söylüyor və o adam şəfa aldı. Və axşam yatdı, səhər bir də gördüm, 9-da mən də o kənddə qalmışdım. 9-da gördüm, gəlib mənim durquzurlar. Sən dur, nə olur? Bir möcüzə baş verib, nə olur? Bəs dayı durub, təhcənə pasteldən durub, heç kimsiz. Gedib ayaq yoluna, gəlib oturub, bir kəsə borç yiyir. Ayımın, axır vaxtlar yemək yeməyən adam, yeriyə bilməyən adam, Tanrı onu durquzdu bir gecənin içində. Çünki Tanrı üçün vaxt yoxdur. Çünki Tanrı vaxtsızdır. Çünki o əbədidir. Tanrıda fasilə yoxdur. Bizdə fasilə var. Tanrıda yoxdur. Çünki əbədidir. Çünki Tanrı yatmır. O hər zaman öz nəzərini bizim üzərimizdə edir. Çünki o bizi sevir. Ona görə də yeganə oğlu İsa Məsihi bizim üçün qurban verdi. Biz də o qurbanı qəbul edərək azad olduq. İblisin torundan, şeytanın planından, hər bir planından biz azadıq. İsa bizi azad buraxdı. O bizi düşlər demiş, özgür buraxdı. O deyir ki, əgər sən özünü azad edərsənsə, mən səndə məskən salaram. Bir qab başqa bir məhlulla məşğuldursa, o qaba başqa bir məhlul tökmək olmaz. Başqa bir məhlul tökmək üçün gərək o qab boşala. Biz də kinlə, paxıllıqdan, narkotikdən, alkoqoldan, nikotindən, qeybətdən azad olanda və s. şeytanın planlarından azad olub boşalanda bizdə Tanrı məskən salır. Çünki Tanrının insan üzərində indiyi yer ürəkdir. Onun üçün 9 bəxtəvərlikdən, Matta 5-ci fəsildə 9 bəxtəvərlikdən birində deyir ki, Tanrı deyir ki, nə bəxtəvərdir ürəyi təmiz olanlar. Çünki onlar Allahı görəcəklər. Yəni Allahı görmək üçün bir yol var, ürəyin təmizliyi. 100 qoyun kəssən, 100 dəvə kəssən, 100 kilo qızıl paylasan, 100 kilo brilyant paylasan. Yox, ancaq ürəyin təmiz olmalıdır ki, Tanrını görəsən. Çünki bu Tanrının sözüdür. Amin.